Demiştin ki istifadə edəndə özünü rahat hiss edirsən. Hə. O olanda rahat oluram, gülümsəyirəm, nəfəs alıram. Hər şey yaxşıdır, xoşbəxt oluram. Bəs təsir keçəndə Boşluq olur, boşluq hissi olur. Amma yenə istifadə edəcəkdir. beyin artıq kimyəvi maddə olmadan sevinməyi unudur. Sən xoşbəxtliyi asılılığına səs alırsan. Amma mənə yaxşıdırsa fərqi nədir? Çünki o yaxşı sənin yaxşın deyil. Bu illüziyadır. Səni yavaş-yavaş yox edən illüziya. Sən sadəcə sınamamısan. O hissində olanda elə bir uçursan, heç bir ağız sınamırsan. Bəs sonra düşəndə səni kim tutur? Bunda bir səbəb ki, nə pisliyi var?